bacımın qızı. Bak görürsən də bu binanı, bak binanı evdə göstərdim, ama yuxarıya ki, bak o nərdivana bak əyilir yuxarıdan, sən Allah'ına. Orada eyvan çökmə üzrədir ha. Deyir yox, emindir yox, emin qoruğudan gəlir, ya çökməz. Emin gəlir, mənim evim Gəl tikdi fövqəladə. Buranı çöldən aşmışlar da buranı belə. Bura dağdan günü. Ha, burada təzə tikildi bu. Bura dağılır. Bunu sökmək evə təhlükədir. Adı bəs nə? Bəs içərdən 6 metrə, 4 metrə enində 6 metrə hündürlüyündə yeri zədələyib bu. Bu qanunudur. Hakim deyir ki, orada kanalizasiya var, onu bayıra çıxardır. Ay kişinin qızı, bu mən kim tikib, əcəb elib tikib, elə əllərinə sağlıq. Sizi için tikməyib ki. Xanım bura gəlin, xanım. Özünüzü təqdim eləyin xanım. Mən Abdurrahmanova Mətanət Lətif qızı. Bəşər Səfəroğlu 150-də ev almışam qanunu. Bu da İranlının burada açdığı qapıdır. Buranı açıb, mənim də evimi uçurub yerə qoyub. Onun üçün də xahiş edirəm ki, bu məhkəmədədir. Məhkəmə də deyir ki, bu qapı, İranlı deyir ki, bu qapı çoxdan var. Baxın, görün. Yaxınlaşın bir də, yaxından göstərək. Buyurun. Burada nə etmək istəyir ki bu? Var açmaq istəyir. Var açmaq istəyir. Padvaldı, özdəki 2 qonşunun, mənim padvalımda evimin altında bu qonşunun alıb hamısını qaçışdırıb, buradan girib, çıxıb, buradan da şey deyir də, istifadəni buradan edir. Amma o isə deyir ki, burada açılıb, güya mənim kuxunamın altından da onun təxriyə yolu. Bəli, olub vaxt ilə, ora bağlanıb, bura açılıb. İndi sən buradan girirsən, buradan çıxırsan, mənim evimi niyə uçurursan? Zəhmət olmasa göstərin. Gəlin elə. Ged İranlıyı çağır gəlsin də, gəlin. İran vətəndaşı da yoxsa İranda yaşayan Azərbaycanlıdır? İranda yaşam bilmirəm, İranlı Mataxid və Safihi Mataxid. O hakimdir mənə İranlı, heç mən bilmirdim ki, kimdir. Gəl. Gəl. Bəs sizin çəkilişə mane olan vətəndaş kim idi? Deyir, mənim bir dostumdur, dedim olsun da dostum, çəkili gətirdim. Burada yaşayırsınız siz? Bu bina mənimdir. Bura sizindir. Bu mənim evimdir, bu kutunadır. Bu kutuna 70 il bundan qabaq, 65 il bundan qabaq tikilmişdi. Burada dövlət səviyyəli təxriyə kimi qoyulub, sonra burada kanalizasiyalar keçir ora. Bu yeri görürsən, bu yeri uçurulub, aşağıdan 4 metrə enində. Sizin evinizin altıdır da? Hər, bax bu bina bunu daşıyır, düz yuxarıya kimi. Bax görsən, biraz zəlzələ olar, külək olur, şaqqıllayır pəncərələr, evimi dağıdıb. Yəni fövqəladə vəziyyət yaradıb. Bəli, bəli, özü gəlib baxan sən nədir? Tikib gedib də, hakim də deyir ki, biz buranı uçurtmalıyıq. Çünki deyir, baxadır, məsəl üçün qoruqdan gəlir. Şahidi kimdir qoruqdan? İbrahimov Emin qoruqdan gəlib. Deyir ki, mən buranı uçurtmalıyam, burada təxriyə yolu var. Mən də deyirəm, təxriyə yolu buradan bağlanılıb, küçədən açılıb. Bura istəyirsiniz, küçəni bağlayın, gəlin buranı uçurdun, buradan elə. Bura yük daşıyıcı binadır. Sən bunu nə ixtiyarla belə edib, evmə nə qədər ziyan vurmuşsan, ev hələ də it günündədir, bir adam maraqlanmır. Ayın 7-sində məhkəmədir. Hakim bütün günü ağzımı açmağa qoymur. Vəkillər, şahidlər aparan danışdırmır. Amma gör nə günə qalmışıq ki, Mədəniyyət Nazirliyinin qoruğundan Emin İbrahimov, sonra Pərvanə Əliyeva. Pərvanə hüquqşünasdır orada. Heç buranı görməyib, eləməyib. Yalandan şahidlik edir, hakim də ona göz yumur. Ağzımı açıb deyirəm ki, İranlının əlini kəsirlər, oğurluq elədilər. Siz burada əlindən öpürsünüz. Bu hakimin qanunsuzluğu deyil. Deyir ki, məsəl üçün mən bu divarı uçursam, bu bina uça bilər. Baxın, tarixi binadır. Bunun 70 il. Bunlar qədim binadır, muzeylərdə adları var, qeydiyyatında var. Hakim deyir ki, mən bura uçurduram, ona təxriyə yolu verirəm. O da deyir, mən bura rüşvət vermişəm, bu qadın orada uçurdacam evin, orada alacam, mən orada bar açacam, bar açmaq üçün mən fövqəladə, o qədər yalandan kağız gəlib. Getmişəm icra hakimiyyətinə, Nəsimi rayon icra hakimiyyətinə. Mənə deyir ki, Ələsgər müəllim, siz əgər orada aboy vursanız, onda da deyir, müraciət eləməlisiniz mədəniyyət qoruğuna. Ondan icazı vuramıyor. Ben necə olur ki, bu boyda faktlara hakim gözü yığılır. Nəsimi rayonunun hakimi Həbibə Nuriyevə deyir ki, mən İranlıya bu yeri verəcəm, sən kimsən? Sənin şahidlərini də dindirmirəm.
Demək bilirsən necədir? Özbaşınalıq, yeyəsizlik. Şahidin mən ona faktlar vermişəm hakimə. Danışan xanımın flash kartlarda o qədər şəkildə verim. Heç biri hamısını gizlədib. Elə bir heç məni görmür. Ancaq özümdən dururam. Kim yalan danışır, onların sözlərinə cavab verirəm. Deyirəm ki, İranlının vəkilinə, əgər bu adam buranı nədir? Burada bax gör köhnə bir şey var. Deyir yox, vəkili deyir ha İranlının. Deyirəm ben niyə əsasla bu Pərvanə Əliyeva bura gəlib, şahid kimi bu qoruqda işləyən adam hüquqşünas belə qoruyursunuz mədəniyyəti. İndi də ayın 7-si noyabrın qərardır. Deyirəm ki, nədir də qərarın? Deyir, mən yetərincə sizi dinlədim, gedə bilərsiniz. Yalancı bir Emin gəlib, o da qoruqda işləyir. Bu 2 gündür mənə girinci eləyib. Həmən oranın əməkdaşları şahidlik edir. Bəli, əməkdaşlığı qoruğun ha, özü də qoruğun Səbinə xanımın qoruğuna. Səbinə xanım yerində yoxdur. Ərizə yazdığım yerlər yoxdur. Nə qədər pul tutdu. Dünənləri Axır Hüquq Şurasına öz əlbəri vermişəm. Yasamalda. Bir də İlham Əliyevə hüququn da ona da telegram alırmışam. Hələ bugünə kimi bir cavab yoxdur. Yalandan hamısı mənim üstümə göndər fövqəladə. 8 adam evimi bölüb. Bakı İcra Hakimiyyəti, Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon hakimi, fövqəladə mədəniyyət və şəhərsalma, ondan sonra fövqəladə bir ki qoruqdan Emin. Bunlar hamısı bu evi bölüşdürüblər, mənim xəbərim yox. Qanunu bu ev mülkün kupçası var, texpasportu var. Bu texpasportda var ki, bu kukuna var. Mətbəx var. Bəli, mətbəx var. Bu adam deyir ki, yox, bu yoxdur. Burada təxliyə yolu. Mən buranı pozğunxana açmalıyam. Mütləq açacam, pəncərə lazımdır. Fövqəladə kimdir mənim evimə qərar? İndi də əmlak çıxıb. Əmlak heç vaxtı deyə bilməz ki, ged binanın yükdaşısın. Bu adam sındıra gəlirmiş ki, yer qarırmış. Pilləkənin altında olub təxliyə. Bura bağlanıb, küçə açılıb. Mən hakimə deyirəm ki, sən istəyirsən buradan təxliyə yolun, küçəni bağla, gəl buradan əylə girib əylə çıxsın. Ay, nə qədər yiyəsizlik olar. Haralığa gedək, hara müraciət elə. Nə qədər rüşvət alıb bu hakim. Bunlar hamısı rüşvətxorlardır, bura gəliblər. Bu hakim rüşvət almasa, İranlı onun ağzına, İranlı gətir, kağız qoyur, gələ, mən falan yeri almışam, gələ, falan yeri almışam. Ay, kişi, mənim evimi satıblar, xəbərim yox. Bəs sizə xəbərdarlıq olunmadan bu necə ola bilər? Heç bir xəbərdarlıq olunmayıb. Mən özü də qanunu pozub, evi uçurda, yük daşıyıcısını gedib mənə nəticə yaxşı məhkəməyə verib. İran vətəndaşı gəlib məni Azərbaycan. Deyir, mən 10 ildir dezirtirəm, mənim 2 qızım var, adını da Hüseyin qoyub. İndi deyirlər küçədə. Ay, kişinin qızı, bu dövlət səviyyəli qabaqları, bura süpürkəçilərin süpürkə yığmazdı. İndi bu qapı bağlanıb, o pilləkənin altında olur. Gəlsin, uçursun, küçəyə bağlasın. Biz də uçursak girək evimizə. Bu mənim qanunun mülkümdür. Kupçanti, bu da hakim gör nə deyir Eminə, qoruqdan gələnə. Deyir ki, biz kuknanı uçursaq məsəl üçün. O bina uça bilər. O da deyir, yox, İranlı macal vermir. Mən injinerəm, uça bilməz. Onda boğazıva bağla, apar İrana da bir ucun bağla, uçmasın bura. Gör, bunlar nə qədər özbaş. Deyir, mən o qədər rüşvət vermişəm. Məndən 10 istəyiblər, 15 vermişəm. 15 lira 20 vermişəm. Mənim qanunu evim olub qanunsuz, zirzəmi olub qanunu. Şah deyir, başlar ayaqlar baş olub. Doğrudan da elədir. Rüşvət gör nə qədər hakim alıb ki, gözün tutub rüşvət hakimi. Həbibə xanımın gözün rüşvət tutub. Əgər rüşvət almamısan da qanunu işmə niyə qanunsuz don geyindirirsən? Hanı mən şahidlərim gəldi, sən məni zaldan qovdun. Niyə sən amma İranlının şahidini, özü görə dövlət işçisi şahidlik edir, görməyə. Sizlərə bir də evin içinə baxın, nə gündə. Hələ gəlin göstərin, evin içinə görən görməyiblər. Ki, sənə nə qədər ziyan verir. Bax, gəl danışsın xanım, gəlin baxın. Xanım müsahibə verəcək? Hə, niyə vermir? Nəsən danışsın sən üçün? Yuxarılara bax, çək, bax. Baxlara bax, içəriyə bax. Çəkin. Burada hansı fəsadlar yaradıb? Burada var ya. Oxalanıb sökülür. Yəni ondan sonra o biri qapandı Allah. Belə nətə hər yeri sirkələndi də, atdan vurub dağıdırdılar. Buradan çaynik zad hamısı töküldü belə buralar. Titrətmə yaradır da. Yəni hər yer dağılırdı. Yuxarısına bax, bax xanımda hamısı ara-ara. Bax o deyil, bax. Divara bax, evlərə bax. Köhnə evdir də. Yəni bu evə çat vermək ehtimalı var da o təhlükə ilə. Taxtadır. Hər yer, hə. Sonra bu qapını da alır belə olur. Alır. Bura bax, bura
Zəhmət olun. Sonra bura töküldü. Onlar keçin. Hə, keç. Göstərin. Ha bura. Mən də süpürüb atmışam. Ha, başa düşdüm. Siz kimsiz mənimlə danışırsınız? Nə bilim, Nə də icra hakimiyyətinə mən nə deyirsiniz? Mətanətlə danışan. Nə lazımdır sizə? Bu şəhid məktubu daxil olmuşdu sizdə, Hə. bu Bəşir Səfəroğlu'dan. Bəli. Onunla bağlı gəlirdim yerində baxış etməliydim. Siz- Siz orada olsaydınız bir yerdə Gəlin, baxardınız. gəlin, buradayam, gəlin. Emin müəllimə də demişəm, qoruqdan gəlin. Hamınız gəlin, baxın. Gəlin, görün ki, bu qanunu donan necə qanunsuz. İndi gəlirsiniz. Noyabrın 7-sində hakim qərar verir ki, bu İranlıya mütləq mən bu evi verməliyəm. İndi siz deyirsiniz ki, gəlirəm yerində baxış. Bu baxış evə 20 dəfə keçirilir bayırdan, amma içərdən yox. O binanın altındakı Siz xanım, Bəli, gəlin, 4 metrə enində aşağıdan divarların daşın, 6 metrə hündürlüyündə bütün kərpicləri çıxardıb bu İranlı ziyan verici. konum ata bilirsiniz. Bəli, indi bir də qatıram. Bir də mən bu nömrəmə konum atın, şəxsən sizə görə gəlirəm. Yaxşı, gəl. Aşağı baxa. Pəncərə bir də xanım, mən pəncərəmi çəksəm bir də mən sizəsəndə. Burada yatanlar. Xanım, Yatan. hə, uşaq da keçirdi. Bax, xanım, pəncərə dövlət səviyyəlidir. Baxın, mən onun bir ev almışam. Bir pəncərə uçurmaq lazımdır, aşağıda qomaxa olur. Haçandan qaz olub zirzəmidə. Baxın, bu evi nə günə qoyub, bu ziyan Bir verir. də nədir? Bu uşaq buradan elə mamam bura qonaq gəlmişdi, Malıcıya. Buradan insut keçirdi, atdan dağıdırdılar da. Ondan sonra bu gecələri işləyirlər, səhərə yaxın işləyirlər. 2 refleksiya tutdu. Burada remont başlayandan. Və siz müraciət edirsiniz dövlət qurumlarına. Sizə nə deyirlər bu məsələ ilə bağlı məlumat nə deyirlər? Nə bilim İranlı nə deyir ona? Dəqiq İran vətəndaşı yoxsa İranda yaşayan Azərbaycan Yox, vətəndaşı? Səfi ayda da İranlı da 10 il bura özü dedi ki mənə bir dəfə mən 10 illik dizirtirdi nəticə gəlmişəm. 2 də qızım var, adını da Hüseyn qoyub. Məhkəmə zamanı hakim dedi ki bu İranlıdır, mən kim bilmirəm. Dedi İran vətəndaşı, adı Mataxidi nədir? Özdəki padvalı alandan pul qalmır tökürdü. Özü padval mənimdir, mənim evimin altıdır. Bu gəlib alıb alandan sonra güya fövqəladə mühafizə ki orada təxriyə yolu var, vur dağıt uçur. Belə kağızlar gəlib, baxın bu məktublara. Baxın görün, biri mənim xeyrimədir. Əvvəl bu kağız idi xanım, baxın. Bunu fövqəladə, bax bunu çək bir dənə verib, baxın. Ədliyyə qoruqdan Eminin özü çəkdiniz. Bəli. Bu da bu qoruqdan. Bu nömrədən Hə. Yenə Baxın. gözlük. Baxın xanım. Görün mənə nə yazıblar. Yazıblar ki Gözlüyün atıram xanım. 1 metrə yarım. Görün mənim kuknam var. Bu şeydə yazır ki, fövqəladakı yanıki şeydir var. Bu mətbəx var da. Fikir verir, xəttə çəkiblər. Qəbullarda olurum. Yalancı kağızlar məni bezdirir. İndi mən Bu hansı sənədlərdən? Qorxular, hə. İkinci Güya təhlükəsizliyi. ki, qoruğu mənimdir, qoruğa getməlidir. Qoruğdan da yalancı Emin şahidlik edir. Baxın bu teleqrammalara, baxın. Müraciət eləmişsiniz. Bəli, Nə qədər təbii ki. müddətdir bu problem Hakim yaşayırsınız? bir ildir uca bir Bir ilin il ərzində. 2 aydır lap hakim uca əməlli başda açıqca rüşvət aldığım bir uzə verir. Deyir ki bu adama oradan sən təxliyə yolu verməz, havalandırma verməzsə. Əgər bu kukuna şey dedi ki Emin ona Eminə deyəndə Emin dedi ki mən onu sökə bilmərik də o qanunudur kupçasında var. O da qayıt hakimliyinə ki biz uçar ora söksək. Sonra şeylədi ki hakim qayıtdı dedi ki şeydir nədir oğlan da dedi ki məni məhkəməyə verə bilərlər. Bu qanunudur bu kuknada. O mən məhkəməyə verə bilər. Biz ancaq qonaq otağındakı pəncərə var ha. O mənim göyüm. Burada göstərilməyib amma var açılıb da. İranlı da deyir ki bax ha bir ildir Bakıya gəlib. Deyir ki bu adam buranı tikəndə divar uçurmuş. Mən dedim 10 ildir 9 il mən bu evi belə almışam. Bütün şahidlər də elədir. İndi düzdür hamı işlədi danışaq. Deyir ki özü yalandan şahid gətir. Mənim şahidimə deyir yalandır. Mən sizə elə başqa bir fakt atacağam qadının danışmağını. 65 il 70 il bura tikilib. Əgər burada təxriyə olanda əylə gəlsin girsin, elə də çıxsın. Xanım, Yüksək bura olsun. ara ünvan nə gedir? Bəşir Səfəroğlu 150. Nəsimi rayon icra hakimiyyəti əməlli başlı mənə Nəsimi rayonun memarlığı deyir ki, aboy qırsan məndən icazə almalısan memarlığı. Bu boyda bina uçub, hamısı da bilir. Yalandan gəlirlər. Xanım, biz bağlayıb da oran göstərir, şəkillər atmışam sizə. Uçulan yeri 4 metrə enində 6 metrə
şeydə nədir, o hündürlüyündədir. Hələ üstəlik də hakim mənim başımı qaçışdıra, hələ kanalizasiyanı bayıra çıxardaq istəyir. Kanalizasiya dedim, çıxart gedən. İndi də deyir, ona havalandırma ver. Bu rüşvət deyil, nədir? Neçə il yaşayırsınız burada? 10 ildir. 10 il 9 ildir, ərzində. bəli. 9 ildir, 10 ildir mən bu evi almışam. Qanunu kupçam, bu da kupçam, bu texpasportum, bu da çıxarışım. Mənim hər şeyim düppədüzdür. Mən İranlı kimi gəlib, bilmirəm o kim ona verib, hələ sizə mən fakt göstərim ki, təmir eləyib. Təmir eləyib, qapılar qoyub, həmin o 4 metrə enində alt, bax bu bina yoxdur. Bax bu binanın bax burası yoxdur. Təmiz uçurdu. Ayağında olmaz. Xanım, bax bu binanın bax burası yoxdur. Tərtəmiz uçurdu, yoxdur aşağıdan. Bu ana binanı uçurdu bu evləri. Şişələr hamısı çat verir, biraz külək olur, bura zəlzələ olur, hamısı uçar. Bax buradan bir işlər. Baxın, xanım. Atırıb. Bir bura bax, görsən, hamısı şeydən olub. Sirkələndə oldu. Öz də onun vəkilinə deyirəm, bura köhnə tikilməyib, deyir, hə. Amma hakim deyir, yox, siz buradan buna havalandırma verin. Bu rüşvət almaq deyil, sən rüşvətini ged ondan al, məndən ala bilmərsən. Mən gəlin. Ki, bura qoruqdur, heç kim toxuna bilməz. Amma toxunub da hələ məni oyalaya, hakim sakitləşdirə. Görəm ki, gedəm o günləri, baxam, Emin gəlmişdi bura, dedim ya, qoruqdan. Özü vəzifədə oturub, şahid gəlir. Həmin adam deyir ki, biz orada havalandırma var, damaxod olub. Güya padvalda qaz olub, həmin haçandan padvallarda qaz olub. Bu zirzəmi də mənimdir. Onu nə yolla ona qeyri-yaşayış satmısınız, mən bilmərəm. Özü hara şikayət edirsən, hamısında kağız gəlir. Ora bizə baxmır, bu onu sevir, top oynayırlar mənə. Elə bir yenə ki, yalandan, fövqəladıya, qoruğa, məndən nəyə. Baxın, görün, burada bir dənə mənim xeyrimə gör kağız var. Əlbəttə, hakim rüşvət alacaq. Baxır, görür, heç bir xeyri yoxdur, hamı rüşvət alıb. İcra hakimiyyəti rüşvət alıb, mühakim rüşvət alıb. Bu da mənim nazirlikdən fövqəlada verib ki, qoruqla icra hakimiyyəti baxmalıdır. Haçam, mürsüqün məhkəmədir 7-sində hakim İranlıya qərar verir. Çıxın qırağa, sizi deyir, çox dinləmişik. Hamısı var da, orada çıxışlarımız var. Deyirəm, İranda bunun əlin kəsilir, burada siz əlini öpürsünüz. Məni məcbur eləyirlər ki, ölümə sürükləyirlər ki, buranı od vurum, yandırım hakimin səhv qərarından. Qanuni mülkümdür də, siz kimsiniz, olun hakim. Sən xalqın hakimisən, sən rüşvətin hakimi dörsən, İranlının hakimi dörsən, mənim hakimimsən. Mən səni bu yerə gətirmişəm. Sən gəl mənə təqaüdə indi, vaxt var idi, ay buranı tikirik, navastroyt edirdiniz. İndi də gəlmişsən təqaüdçünün evinin altını satmışsınız. Bu satan taksirkar bu bilirsən kimdədir? İcra hakimiyyətindən Nəsimi rayonunda, Bakı şəhəri hamısının qəbuluna getmişəm. Anar müəllimin naziri məktublar yazmışam məni qəbul edə, Cəbrailin. Çünki bu fövqəlada çox böyük səhvlərə yol verdi. Çünki Çamaləddinin fövqəladası gecə ilə gəldi bura tikdi uçurdulanda. Amma bunun tikinti üzrə olan dedi cəhənnəmə hamı qırılır. Qoy ölsün 21 adam. İranlı da deyir orada 21 adam yox 6 adam yaşayır. Sənin evində neçə adam var? 5 adamın var anamla. Yox, anam indi gedib, 2 uşaqla özümə. Özün sən, o buru qızındı. 4-5 adam var idiniz bura uçurdunda. Ay sağ ol. 5-3-4 burada var. 4-6 dənə qabaqdakında var. Güləndə evdə yoxdur, danışaq. Çəkmədən mən istəyirəm, mən çəkirsən. Çək də, keç. Çəkəkdə yox. Bax, durmuşam, çək. Mən sən danışıb, çəkdim də, çəkdim. Bəs, tay çəkdim də, biraz çox. İndi mən